Haleluya ya Rabbim. Haleluya ya Rabbim. Sənin huzuruna gəlirik Ata Tanrı. Səndən istəyib səndən diləyirik. Yeganə ümid yerimiz sənsən ya Rəbb. Hər zamanki kimi. Yeganə ümid yerimiz sənsən. Sevinç gətirən, göyləri üzümüzə açan, əllərimi uzadan, yeganə ata, yeganə var olan, alfa və omega olan, yeri, göyü yaradan Rəbb sənsən. Sevgi dolu, mərhəmət dolu, şəfa dolu Rəbb sənsən. Ata Tanrı, sənə hər zaman ehtiyacımız vardır. Hər zaman əllərimiz sənə uzadılıb. Hər zaman gözlərimiz sənə dikilib, ya Rəbbim. Ümid yerimiz sənsən. Sığınacağımız sənsən. Qalamız sənsən. Yalnız səndə biz gizlənə bilərik bu dünyanın buxurundan, bu dünyanın yalanından, bu dünyanın, ya Rəbbim, vicdansızlığından səndə gizlənə bilərik, ya Rəbbim. Hər şeyi səndən alırıq. Hər şeyi səndən istəyirik, ya Rəbbim. Bizi öz sevincinlə doldur. Bizi öz məhəbbətinlə doldur. Ya Rəbbim, sənin rahatlığın gəlsin ürəklərimizə. Qoy bizim həyatımız yalnız sənin adınla bağlı olsun. Qoy bizim dilimiz, dodağımız yalnız sənin haqqında danışsın, ya Rəbbim. Ata Tanrım, sənin huzuruna gəlirik. Həmişəki kimi, sənin önündə, ya Rəbbim, dizimizi çöküb, səndən istəyirik. Bilirik ki, sən verənsən. Bilirik ki, sən sevənsən. Bilirik ki, sən əl uzadansan. Ona görə, ata, sənin əllərindən tuturuq. Kəlamın deyir ki, Məsih sevdiyin qədər bizi də sevirsən. Ona görə də cəsarət eləyib sənin önünə gəlirik. Ona görə də cəsarət eləyib səndən istəyirik. Bilirəm ki, ya Rəbbim, sənin iradənlə olan hər bir şey yerinə yetiriləcəkdir. Çünki bunu sənin kəlamın deyir. Kəlamın deyir ki, mənim sözüm iki ağızlı qılınc kimi hər zaman lazım olan yerdə darmadağın eləyir. Lazım olan yerdə şəfa gətirir. Lazım olan yerdə sevinclə doldurur. Ata, səndən istəyirik. Ata, o qədər insanlar var ki, şəfaya ehtiyacı olan, amma onların ürəkləri səndən uzaqdır. O qədər insanlar var ki, azadlığa ehtiyacı olan, amma onların həyatları səndən uzaqdır, ya Rəbbim. Amma bizim ürəyimiz inildiyir onlara görə və ona görə, Ata Tanrı, sən bu səlahiyyəti bizə verdin ki, biz onların əvəzinə vasitəçi olaq. Onların əvəzinə sənin huzuruna gələk və səndən diləyib səndən istəyək. Onların əvəzinə sənin huzuruna gəlirik, ya Rəbbim. Onların əvəzinə səndən istəyirik. Onların əvəzinə, ya Rəbbim, göylərə qışqırırıq, fəryad edirik. Çünki onların həyatlarını dəyişdirə biləcək. Çünki onları sənin huzuruna gətirə biləcək, sənin məhəbbətinlə tanış edə biləcək yeganə var olan sənsən, ata. Ata, səndən istəyirəm. Ata, səndən istəyirəm. Şəfaya ehtiyacı olan hər kəsi sənin huzuruna qaldırıram. İndi, hal-hazırda acıdan, ağrıdan, göz yaşlarını tökən, inildiyən, ahıldayan hər kəsi sənin huzuruna gətirirəm, ya Rəbbim. Bir vasitəçi olaraq onların əvəzinə sənin önündə diz çöküb, ya Rəbbim, onların bağışlanmağını istəyirəm. Onların günahlarını bağışla. Düzgün olmayan həyat tərzini bağışla. Onların düzgün olmayan düşüncələrini bağışla. Onların, ya Rəbbim, təmiz olmayan ağzını, dilini təmizlə, ya Rəbbim. Bağışla onları. Bağışla onların dediyi hər bir lənətə görə. Bağışla onları
Onların söyüşlərinə görə, onların qarğışlarına görə bağışla ya Rəbbim. Onların ürəkləri səndən uzaqda olduğuna görə bağışla onları ya Rəbbim. Amma onların hər birinin sənə ehtiyacı vardır. Onlar köləlikdən ya Rəbbim əziyyət çəkir. Onlar ya Rəbbim bu köləlikdə məhv olub gedirlər. Ata axı Məsih hər biri üçün gəldi. O heç kəsi seçmədi. O heç kəsi demədi ki, bu mənimkidir, o mənimki deyil. O bütün dünya üçün gəldi. Bunlarsa itmiş quzulardı ya Rəbbim. Ata, mələklərini göndər o itmiş quzuların dalayacaq. Onları ya Rəbbim sənin taxtacın altına gətir. Onları çarmıxın altına gətir, ya Rəbbim. Amma onları bu dünyanın buxorundan qurtar. Onların, ya Rəbbim, günahın buxorundan qutar. Onları zəncirlərdən qutar, ya Rəbbim. Ya Rəbbim, onların günahı onları məhvə doğru aparır. Xəstəliklərə düçar eləyir. Əzablara, əziyyətlərə düçar eləyir. Ürəyin narahatlığına düçar eləyir. Gecə yata bilməməklərinə düçar eləyir, ya Rəbbim. Onları bağışla, Ata Tanrı, sən mərhəmətlisən, sən sevgi dolusan, ya Rəbbim. Onların əvəzinə biz gəlirik sənin huzuruna və səndən bir vasitəçi olaraq səndən diləyirik, səndən istəyirik, Ata. Onların həyatına gəl. Onları azadlığa gətir. Onlara, ya Rəbbim, həqiqətin kim olduğunu göstər. Onların ürəklərinə toxun, düşüncələrinə toxun, ya Rəbbim. Ya Rəbbim, iblisin onları tamamilə məhv eləməyinə, ya Rəbbim, razı olma. Axı Məsih buna görə o çarmıqda əziyyət çəkmədi. Axı Məsih buna görə çarmıqda damla-damla qanını tökmədi. Ya Rəbbim, ya Rəbbim, biz onların əvəzinə sənin huzuruna gəlirik. Sənin, ya Rəbbim, bağışlanmağını istəyirik. Günahlarımızın bağışlanmağını istəyirik. Atalarımızın, babalarımızın, ulu babalarımızın günahının bağışlanmağını istəyirik. Ya Rəbbim, həyatımızda olan bütün lənətlərin bağışlanmağını istəyirik, ya Rəbbim. Onların həyatını qanınla, ya Rəbbim, yu, təmizlə. Qoy onların həyatında olan bütün köhnəliklər qalsın köhnəlikdə və onları yeni addımla, yeni həyata gətir, ya Rəbbim. Onları yuxudan ayıld, qoy onlar gözlərini açıb, sənin nə qədər mükəmməl, nə qədər sevgi dolu, nə qədər gözəl olduğunu görsünlər. Ya Rəbbim, ya Rəbbim, ya Rəbbim. Halleluya, ya Rəbbim. Sənin müqəddəs qanını onların həyatına bəyan eləyirəm. Onların ruhunu, onların iradəsini, onların fiziki bədənlərini tamamilə azad elə. Onları sağalt, onları məhəbbətinlə, onları sevincinlə doldur, ya Rəbbim. Onları öz həyat eşqinlə doldur, ya Rəbbim. Qoy gözləri parıldamağa başlasın, yaşamaq istəsinlər, ya Rəbbim. Ya Rəbbim. Ya Rəbbim, ya Rəbbim. Mən sənə iman eləyib, ya Rəbbim, gəlmişəm sənin huzuruna. Görmədiyimi, var olduğu kimi artıq qəbul elədiyim üçün gəlmişəm sənin huzuruna. Sənə minnətdaram, ya Rəbbim, sən itmiş quzularını bir-bir səltənətinə gətirdiyin üçün, bir-bir evladlığa geri götürdüyün üçün. Mən sənə minnətdaram, ya Rəbbim. İnsanların
ruhunu, insanların ya Rəbbim iradəsini, insanların canını sağaltdığın üçün sənə minnətdaram ya Rəbbim. Artıq köhnə hər şey qaldı köhnəlikdə. Hər şey qaldı keçmişdə. Artıq səninlə hər şey yenidir. Sənin olduğun yerdə hər şey yenidir. Sənə çox minnətdaram ya Rəbbim. Sənə minnətdaram ya Rəbbim. Sənə minnətdaram ya Rəbbim. Yeri, göyü yaradan, yeganə var olan, heç vaxtı dəyişməz, heç vaxtı əlini geri çəkməz. Ata, səni dünyalar qədər çox sevirəm. Sən mənim hər şeyimsən ya Rəbbim. Sən mənim səltənətimsən. Sən mənim var dövlətimsən. Sənə hər şey üçün minnətdaram ya Rəbbim. Ürəyimə hüzur, ya Rəbbim, hüzur saldığın üçün sənə minnətdaram. Mən sənin ya Rəbbim yeniliyini onların həyatına bəyan eləyirəm və iman eləyirəm. Bu saniyədən hər şey yenidir. Hər şey təzədir. Hər şey sənin iradənə uyğundur. Sənə minnətdaram ya Rəbbim. Sənə minnətdaram ya Rəbbim. Sənə minnətdaram ya Rəbbim.